cinsi zəiflik baş verir. Yəni cinsi zəifliyin baş vermə səbəblərindən biri də bugünkü danışacağım halda prolaktin hormonunun artmasıdır. Prolaktin hormonu hipofiz vəzi deyilən bir vəzdən ifraz olunur. Bu beynimizin ortasında bir balaca bir vəzdir, gilas çiyidi boyda bir vəzdir. Çəkisi yarım qramdır, amma insan orqanizmi üçün çox böyük əhəmiyyətə malikdir və çoxlu oradan maddələr buraxır. Hansı maddələr ki, insanı idarə edir, belə deyərik. O maddələrdən biri də prolaktin adlanır, süd hormonudur. O hormonun miqdarı artanda kişilərdə cinsi zəiflik olur. Hətta normanın yuxarı tərəfinə qalxdıqca hiss olunur ki, bu cinsi funksiyanı vurur bu hormon. Və bunun artmasının səbəbləri nə ola bilər? Belə də əsas səbəblərdən biri başdan travmadır. Yəni başda travmanın olması və hipofiz vəzin şişləridir, xoş xassəli şişləri. Bu əsas iki səbəb elə bir ki, prolaktinin artmasına gətirib çıxarır və ona görə prolaktinin miqdarı artarkən, ona qarşı müalicə aparılarkən, əgər müalicə effekt vermirsə, yəni düşüb qalxırsa, bu halda baş beyin MRT-si olunur, hipofiz vəzin daha doğrusu. Hipofiz vəzin kontrast MRT-si olunur və dəqiqləşdirilir ki, görək, orada mikroadenoma deyilir, yəni balaca şişlər varmı? Həmən şişlərin əmələ gəlməsi nəticəsində prolaktinin artması ola bilər. İkinci bir vacib səbəb başa zərbələrdir. Məsələn, əlbəyaxa döyüşlə məşğul olan insanlarda, ya yol nəqliyyat hadisələrinə düşən insanlarda, qəza keçirən insanlarda bu prolaktinin artmasının mən şahidi olmuşam. Daha çox idmançılarda bunun şahidi olmuşam. Yəni, əlbəyaxa döyüşlə məşğul olan adamlar, başa çox zərbə alan adamlarda bu hal geniş yayılıb. Ona görə məsləhət görərdim ki, belə ağır idman, ekstremal ağır idman növlərindən biraz çəkinəsiz. Bunlar insan sağlamlığına çox ciddi zərbə vurur. Yəni, ən azından dünyanın məşhur boksyoru olan Məhəmməd Əli hamının gözü qabağında, yəni o vəziyyətə düşdü də, başa aldığı zərbə